Salam dostlar, bu kasıb börəyidir. Bəli, xəmiri sadə, içliyi isə kartof. Bu halda canı börək istəyən hər bir kəs evdə bu cür hazırlaya bilər. Şirin dil, Xəmirini hazırlayarkən 1 stəkan yarım qaynar suya 1 çay qaşığı yarım duz səpib həll edin və elə qaynar halda 4 stəkan un əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri dincəlməyə qoyun və o müddətdə içliyini hazırlayın. İçliyi üçün çox az duru yağda 2-3 soğan və 4-5 kartofu kub-kub doğrayıb kartof bişənə qədər qovurun. Daha sonra isə xəmiri 10 yerə bölüb kündələyin. Kündələri 5 dəqiqə saxlayın. O müddətdə evdə hər hansını pendir varsa onu rəndədən keçirin. Gündələri salat boşqabı boyda açın və altını üzərini yağlayıb yığın bir siniyə. Daha sonra isə açdığınız həmin xəmiri videoda gördüyünüz formada əllə açıb içliyini qoyub bükün. Üzərinə isə zövqdən asılı olaraq küncüt səpə bilərsiniz. 190 dərəcədə qızdırılmış sobada hardasa 40-45 dəqiqə bişirin və nuş edin. Dostlar, videom sizə faydalı oldusa bəyənməyi və abunə olmağı unutmayın. Hələlik.